Özünüzü təqdim edin. Məmmədov Fərid. Bura nə üçün gəlmisiniz? Mən şikayətim odur ki, mən 9 avqust 2023 tarixdə iş qəzası keçirmişəm, ağır iş qəzası keçirmişəm. Bununla bağlı iş rəhbərimdən nə maddi, nə mənəvi dəstək görməmişəm. Maddi və mənəvi insanlıq cəhətdən dəstək olmaqdan mənə böhtanlar atılır. Bəhanələr gətirilir. 2 ildir mənim işim çox uzanılır. Mənim işimə baxan yoxdur, dərdimə şərik olan yoxdur. Qalmışam çıxılmaz vəziyyətdə. Bilmirəm ki, mən deyim dərdimi. Bir Azərbaycan gənci kimi, bir Azərbaycan vətəndaşı kimi həm vaxtımdan gedir, həm də həyatım puç olur. Mən istəyirəm ki, buradan müraciət edəyəm cənab prezidentimizə, Azərbaycanımızın bütün orqanlarına ki, mənə bir köməklik eləsin. Özüm də məcbur köçkünəm, qalmışam çıxılmaz vəziyyətdə. Bu vəziyyətim olmağına, özüm də 3-cü qrup əlilliyəm. 3-cü qrup əlilli olmağına baxmayaraq 150 manat mənə müavinət ayrılıb. O müavinatdan bir qəpik mənə qalmır. Banklar çıxır. Dolana bilmirəm, dolanışım yoxdur. Qalmışam çıxılmaz vəziyyətdə. Bilmirəm kimə deyim dərdimi. Siz ümumiyyətlə harda işləmisiniz? Abşeron rayonunun Novxanı qəsəbəsində yerləşən zavodda işləmişəm. Hansı zavodda? Adı var? Kabel zavoduydu. Kabel Rəhmətli Nazir Surxayoğlu şəxsinə aid kabel zavoduydu. Neçə ildir işləmisiniz orada? Orada stajyoruydu. Mən stajyordum. Az bir müddət işlədim. Bir 2 aya yaxın işlədim. Stajyor olmağına baxmayaraq, bu aparatla işləyəndə aparatın nasaz işləməsinə, bu qəza olmağım da səbəbi oldu ki, aparat nasaz işlədi. Birincisi, ikincisi də aparatda mənim anlayışım yox idi. Mənə təlim tədris keçirilməmişdi. Bu bir olaraq vadar kimidir. İş rəhbərim vadar olmağına görə mən bu ağır qəza keçirdim. Üçüncü də bu aparat Abşeron rayon məhkəməsinin təsdiqi ilə bu aparat ölkəmizə qanunsuz tərəfindən gətirilib. Bu hamısı fakt sübutlar var ki, bu işçinin özümün səhlənkarı olmayıb da. Yəni aparat nasaz işlədi, mənim ona görə sağ qolumdan ağır xəsarət aldım. Göstərəm bu xəbərinizi, necə xəsarət? Barmaqlarınız yerindədir? Yerindədir, mən göstərim. Zəhmət olmasa, ağrıyırsa göstərməyin, ehtiyac yoxdur bana. Hava açan kimi. Necə əliniz belə? Qalım 2 ildir beləyəm. 2 ildir beləyəm, bütün cərrahlarda atqaz Təzminat ödəməyiblər? Heç nə, bir qəpiksiz. Dövlət Təhlükəsizlik Xidmətinin hospitalına əməliyyata atılıb məni. 4000 manat depozit olunub, qalan borc qalıb. Buradan İltifat doktoruma da təşəkkür edirəm ki, məni o vəziyyətdə, məni dar vəziyyətdə qoymadı. Bu xərcləri öz üzərinə götürdü, sağ olsun, var olsun, məni tək qoymadı. İş rəhbəri məni tək etməyinə baxmayaraq, həmən cərrahımız, travmatoloq cərrahımız məni tək etmədi də, məni yalnız qoymadı ki, dedi ki, mən sənin yanındayım. Bəs kimlə görüşmək istəyirsiniz hal-hazırda buradasınız? Əsas mənim ilk öncə mənim müraciətim, mənim hər yerdə əlim üzülüb. İlk öncə mənim müraciətim cənab prezidentimizə, Ali Baş Komandanımıza müraciətim odur ki, bir Azərbaycan gənci kimi, bir Azərbaycan vətəndaşı kimi, bir məcburi köçkün kimi, özüm Ağdam məcburi köçkünəm. Ağdam rayon sakinisiniz? Hal-hazırda yataqxanada qalıram. 33 ildir yataqxanada yaşayıram. Dərnəgüldə yerləşən yataqxanada qaldım. Qalmışam çıxılmaz vəziyyətdə, dərdimi heç kəsə deyə bilmirəm. Deyirəm də məni yola verirlər. Heç bir işə də gedə bilmirəm, işləyə də bilmirəm. Gedirəm də müraciət edirlər məşğulluq idarəsinə də. Yola verirlər, adımı yazırlar, deyirlər səninlə əlaqə saxlanılacaq. Əlaqə da saxlayan yoxdur. Adi bir yüngül bir işdə işləmək istəyirəm. Götürmürlər, deyirlər sağ əlinə, işləməyən əlinə sən necə işləyəcəksən, özüm də orta təhsilliyəm.